Azərbaycanda son 3 aydır yağan intensiv yağış və bəzi bölgələrdə müşahidə edilən qar cəmiyyətdə narahatlıq yaradıb. Vətəndaşlar bu qədər yağıntının təsərrüfata və gündəlik həyata pis təsir göstərə biləcəyini düşünür. Xüsusilə kənd təsərrüfatı sahəsində mümkün fəsadlar müzakirə mövzusudur. Normadan artıq yağıntı həqiqətən zərərlidirmi? Tobalifo Azad danışan ekoloq alim Tirman Zeynalov bildirib ki, yağışın kənd təsərrüfatına heç bir ziyanı yoxdur. Əksinə müsbət haldır. Qışda yağış və qar yağmadı. Demək olar, çaylar da quruyub. Yağış isə torpağı nəmləndirdiyi üçün bitkilər yaxşı yetişəcək. Bəzilərinin verdiyi proqnozlara fikir vermək lazım deyil. Bu da bir oyundur, kimsə yağışa görə məhsulların çürüyəcəyini desə, sabah işbasar fürsətdən istifadə edərək qiymətləri artıracaqlar. Ekoloq yay aylarında havaların əvvəlki illərə nisbətən sərin keçəcəyini vurğulayıb. Biz soyuma dövrünə keçmişik. Yəni 35-40 ildən bir havalar gah isinir, gah da əksi müşahidə edilir.